altısında olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 28-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə nisbi rütubət gecə 70-75%, gündüz 50-55% təşkil edəcək. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan, şimşək və dolu ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 34-38 dərəcə isti. Dağlarda gecə 14-18 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.